Aysel. Mən hal-hazırda Almaniyanın Bayern əyalətində, Nürnberg şəhərində həkim anestezioloq, reanimatoloq olaraq çalışıram. 4 ay öncə hal-hazırda aktual bir problem olan aprobasiyanı Bayerndə keçmişəm. Belə, ondan ilk öncə yəni bu aprobasiyaya gedən yoldan danışmaq istəyirəm. Hansı ki, Fachsprachprüfungdan sonra bildiyimiz iki yol var bizim. Gutachten dediyimiz yol və Kenntnisprüfung. Doğrusunu demək gələrsə, mənə də çox deyildi ki, Gutachtenə müraciət edeyim. Çünki mənim də Azərbaycanda əvvəlcədən rezidentura təhsilim anesteziologiya, reanimatologiya üzrə olub və sonradan 8 illik anesteziologiya təcrübəm dövlət xəstəxanasında var idi. Amma mən yenə də Fersichten elədim Gutachtendən, çünki prosesin uzun davam edəcəyini və bir daha biraz çox xərc oluna bilən bir prosedurdur və düşündüm ki, Kenntnisprüfung daha mənim üçün daha uyğundur və bu bacarıla bilən bir şeydir. Bunun üçün nə edirik? İlk öncə qeydiyyatdan keçmək lazımdır. Və mən burada böyük bir nidalarla yazmışam. Achtung, mümkün qədər hal-hazırki vəziyyətdə mən deyərdim ki, ətrafımda olan hər kəsə də tövsiyə edirəm ki, mümkün qədər tez müraciət etmək lazımdır. Əvvəllər işə başladıqdan bir 4-5 ay sonra müraciət edirdilərsə, mən hal-hazırda deyirəm ki, Fachsprachenprüfungla birlikdə qeydiyyat etmək lazımdır. Eyni zamanda birinə tez gələr, birinə gec gələr, eyb yoxdur, amma sonradan 2 il gözləməyə ehtiyac olmaz. Mən imtahan verən ki, hal-hazırki vəziyyətdə ilkin cavab qeydiyyatdan 6-8 ay sonra gəlir. İmtahan tarixi alma müddəti isə aktual olaraq 1.5-2 il davam edir. İmtahan mərkəzləri olaraq Bayerndə 5 imtahan mərkəzi var. Hansı ki, bunlar LMU dediyimiz, hamımızın gözünün qorxduğu Ludwig Maximilian Universitet München, VfL Erlangen, TUM Universitet Würzburg und Universitet Regensburg. Mənim imtahan mərkəzim VfL Erlangen idi və bunun üçün VfL Erlangenin özündə digər imtahan mərkəzlərindən fərqli olaraq VfL Erlangenin özündə imtahan olmur və onun tabeliyində olan 11 klinikada imtahan olur və bu sənin yaşadığın yerdən, yəni bu Mittelfrankendə yaşadığın yerdən, adresdən heç bir asılılığı yoxdur və hansı klinikaya düşəcəyini isə ancaq imtahan tarixi aldığın vaxtda bilirsən. Mənim imtahan mərkəzim ən birinci qeyd etdiyim imtahan verdiyim klinika Marin Klinik Amberg şəhərində idi və digər klinikaların da burada adlarını qeyd etmişəm və bu klinikaların birində imtahan verilir. Amma belə deyim, bunu sonra deyərəm. Şəxsi təcrübəmi deyim. İlk öncə mən sentyabr ayında 2023-cü ildə onlayn qeydiyyat elədim. Hansı ki, mən avqust ayında işə başladım və işə başladığım birinci ayında qeydiyyat etdim. Sentyabr ayında və o vaxt bu prosedurların başlanğıcı idi. Hansı ki, bu çətin dövrə keçidin başlanğıcı idi. Hələ o vaxtda çox aktual deyildi. Mənə hamı deyirdi ki, tez cavab alacaqsan, 6 aya imtahanı, 8 aya maksimum imtahanı verəcəksən. Amma belə olmadı, təbii ki. Və ilkin cavab mənə fevral ayında gəldi. Fevral ayının əvvəlində və bu hamıda belə olur. İlkin cavab dediyimiz yenidən bir antra qalırıq biz Regierungdan və hansı ki, onu imzalamalıyıq və imtahanda iştirak etmək istədiyimizi təsdiq etməliyik və yenidən Regierunga göndərməliyik. Və ondan təxminən bir 10 gün, 2 həftə sonra isə bizə imtahan mərkəzimiz haqqında cavab gəlir. Bu aktual olaraq hal-hazırda da belədir. Yəni ətrafımda gördüklərimdən, eşitdiklərimdən bilirəm ki, bu ilkin cavabı aldıqdan sonra antraqı göndərdikdən 2 həftə sonra təxminən cavab gəlir. İmtahan mərkəzi. Mən də bunu fevralda aldım 2024-də və imtahan mərkəzimizi bilən kimi bizim bir möqliqatımız var ki, biz yaza bilərik, e-mail yaza bilərik imtahan mərkəzinə və təxmini imtahan tariximizi ala bilərik. Məndə rəsmi imtahan tarixi avqust ayında gəldi. Mən imtahan
mərkəzimi bildikdən sonra e-mail yazdım və mənə təxmini imtahan tariximin noyabr ayında olacağını dedilər və avqust ayında təxminən 2 ay yarım öncədən mənə imtahan tarixim və yerim gəldi. Burada qeyd etmişəm, biz məktubu bu formada alırıq və hansısa bir imtahan mərkəzi qeyd olunur və çox yaxşıdır ki, və onun altında imtahan mərkəzinin e-maili və bəzilərində isə nömrəsi qeyd olunur. Və biz imtahan mərkəzinə yazdıqda, mən bildiyim çox tez cavab verirlər. FAO Erlangen'dən mən 2 günə cavab almışdım. Digər klinikalarda da 2 günə, 3 günə cavab verirlər. Bu yaxında bir kollegam Texnische Universitet Münchenə düşüb. Orada bir həftəyə falan belə cavab verdiklərini dedilər, amma kollegam cavab yazıb, e-mail yazıb, artıq 2 həftədən çox keçib ki, ona bir aya yaxındır ki, cavab vermirlər təxmini imtahan tarixini. İmtahan tarixini sürətləndirmək üçün vasitələr kənardan eşitmişəm, deyirlər klinikanın müraciəti, amma bu mənim şəxsi təcrübəm oldu. Çünki mənim şef artistim imtahan tariximin tez olmasını istəyirdi. Direkt FAO Erlangen Universitetinə zəng elədi, direktorun sekretariatı ilə danışdı, direktorla birbaşa əlaqə saxladı və dedilər ki, heç cürə mümkün deyil. Demişdik noyabrda və noyabrda da olacaq. Yəni, heç cürə önə çəkmək mümkün olmadı. Burada yazmışam protokol barədə. Bunu sonra da deyə bilərəm, amma indi də deyə bilərəm. Hansı ki, biz imtahan tariximizi alırıq. Mən bunu avqust ayında almışdım, rəsmi və bizim Vorsitzenderimizlə birlikdə adı olur. Və digər universitetlərin protokolları bildiyimiz müxtəlif qruplarda paylaşılır, Telegram üzərindən və yaxud da Facebook üzərindən. Amma FAO Erlangen'də belə bir şey var ki, rəsmi olaraq biz protokolları ala bilirik. Mən altda qeyd etmişəm, mlpfinansify.de bir saytı var. Bu qeyri-rəsmi bir şey deyil. Biz imtahan verəcəyimiz klinikanı və Vorzitzenderin adını bilirik və sonra o Vorzitzenderə və yaxud onun sekretariatına zəng edirik. Adətən çox net insanlar olurlar və digər 2 prüferin ismini adını paylaşırlar. Məndə belə olmuşdu, paylaşmışdılar digər ikisinin də və ətrafımda tanıdığım əksər insanlar 3 prüferin adını da bilirlər. Tək-tük hallarda olur ki, digərlərinin adları paylaşılmır. Və biz digər 3 prüferin adını bildikdən sonra bu MLP Finansifi'də orada protokollar olan bir səhifə var, açılır və məndə orada bir nömrə var. Oraya yazırsınız. Məndə hətta onun nömrəsi də var. Kim istəsə şəxsiyə yazar, o nömrəni ataram. WhatsApp üzərindən çox net bir xanımdır, çox tez cavab verir və sizdən imtahan verəcəyiniz klinikanın və Vorzitzenderin adını soruşur və sonra protokolun olub-olmadığını deyir. Adətən çox klinikalarda, FAO Erlangen'ə tabi olan klinikaların protokolları var. Təəssüf ki, mənim imtahan verdiyim yerdə Amberg klinikasına aid heç bir protokol yox idi. Amma əgər protokol olsaydı, o protokolu təqdim edir sizə, gedirsiniz, götürürsünüz və bunun müqabilində 30 evro verirsiniz. Amma bunu ausleihen edirsiniz. Yəni 30 evronu verib protokolları alırsınız. İmtahanı keçdikdən sonra yenidən protokolları geri qaytarıb 30 evronuzu geri ala bilirsiniz. Bu qeyri-rəsmi bir şey deyil. Bu FAO Erlangen'in yəni düşənlərin hər kəsin elədiyi bir şeydir və rəsmi bu saytda qeyd olunmuş nömrə üzərindən olunur. Dediyim kimi, Amberg üzrə heç bir protokol yoxdur. Mən sadəcə olaraq orada imtahan vermiş bir neçə nəfər adını tapdım, onlarla əlaqə saxladım, bəzi nüansları eşitdim. Başqa heç bir protokolsuz imtahana hazırlaşdım. Və gəldik imtahan günü. Mən imtahanım 18 noyabrdaydı. Biz imtahan tarixini aldıqda hər kəsdə imtahan saatı olaraq 13:00 yazılır. Amma biz zəng eləyirik sekretariata, dediyim kimi, və yaxud da Vorzitzenderin özünə və hətta mənim məktubumda yazılmışdı ki, öncədən zəng edib imtahanda iştirak edəcəyinizlə bağlı təsdiqi bildirməlisiniz. Mən zəng etdikdə mənim Vorzitzenderim özü cavab verdi. Çünki o Notaufnahmenin Leitende Arzt'dır. Onun heç bir sekretariatı yoxdur. Çox net bir insan idi. Və mənə digər prüferlərin adını və işlədiyi şöbəni də dedi. Yəqin ki, bu da bir şans məsələsidir deyə düşünürəm.
Və sonra imtahan saatını soruşdum mən ondan, imtahandan 1-2 gün öncə. İmtahan saatı 13:00 olaraq yazılır. Amma bildiyimiz kimi biz öncədən zəng edib soruşanda hər kəsdə deyilir ki 9:00-da orada olmalıyıq. Xəstə paylaşımı, anamnez, epikriz, sonra 13:00-da rəsmi hissə başlayır. Belə eşitmişdim. Amma məndə belə olmadı. Həmin günü ausname oldu və Vorsitzender dedi ki, xeyr, 13:00-da başlamalıyıq. 13:00-da orada olmalısınız. 13:00-da orada olduq. İlk öncə imtahan otağına toplaşdıq və orada imtahan otağında hər kəsin özünü təqdim etməsi oldu. Orada 3 imtahan götürən prüferlər var idi və 4 imtahan verən şəxs və hər kəs özünü təqdim etdi. Və məndə digər 2 prüfer, biri gefes xirurq idi, digəri isə pulmonoloq idi və hərəsi 2 imtahan verən olaraq götürdü və şöbəyə apardı. Mən gefes xirurgiya düşdüm və mənə oradan xəstə bölümü elədi. Xəstə verdi, hansı ki aortan popliteal arteriyanın perforasiyası ilə gəlmiş bir xəstə idi. Anevrizmanın perforasiyası ilə gəlmiş bir xəstə idi hansı ki. Və o xəstə əməliyyat olunmuşdu, artıq 2 günə evə yazılacaqdı. Öncədən assistent otağına getdim, orada xəstənin bəzi məlumatları, ən son və ən əvvəlki labor vertlərinə baxdım, əməliyyatına baxdım, əməliyyatın adına baxdım və sonra xəstənin otağına getdim. Xəstə özü də çox net bir insan idi, yaşlı bir kişi idi, hansı ki Forge şiddətində də uzun bir müddət anevrizmadan əziyyət çəkirdi. Öncədən aortanın anevrizmasına görə Y protezi olunmuşdu. Ondan əlavə bu əməliyyat da keçirilmişdi. Bu əməliyyat da anevrizmanın perforasiyasından sonra stentlənmə əməliyyatı olunmuşdu popliteal arteriyada. Əməliyyat uğurlu keçmişdi və xəstənin anamnezini topladıqdan sonra mən epikriz yazdım. Və mən təklif eləyərdim ki, özünüzlə burada mən qeyd etmişəm. Bu ambos üzərindən xəstənin anamnez bolgeni var. Mən bundan 2 kopya çıxardıb aparmışdım özümdən və mən məsləhət görərdim ki, hər kəsə bu kopyanı çıxardıb və bu tamamilə icazə verilən bir şeydir. Özümüzlə bunu aparmaq. Hansı ki, bizim unudacağımız sualları bizə burada xatırlada bilər. Mən bu bolgen üzərindən doldurdum. Xəstənin anamnezini, burada bütün hamısı var, vegetativ anamnezi, sosial anamnezi və untersuchungları. Hətta orada gefes statusun untersuchungu da var, hansı ki mənim xəstəmdə çox vacib idi bu. Nevroloji untersuchung, bu çox spesifik bir şeydir. Hər xəstədə eləmirik bunu, ancaq mən düşünürəm ki, nevroloji xəstələrdə və yaxud da bizim nevroloq prüferimiz varsa. Ürək, ağciyər, bunların hamısının nəticəsini qeyd etdim önündə. Bu mənə çox kömək oldu ki, unutduğum bir şey olmadı. Və bunu hər kəsə məsləhət görürəm ausdrukun eləyib aparmağı. Və epikrizi yazdıq, amma məndən epikrizi rəsmi olaraq oxumadılar. Mən onu şifahi olaraq mündlik danışdım. Sonra gəlirik xəstə təqdimatına. Xəstə təqdimatında adətən 3 prüfer və 1 imtahan verən olaraq xəstənin otağına gedirik. Amma bizdə bu da belə olmadı. 4 imtahan verən və 3 prüfer başladıq. Hamımız bir-bir hər kəsin xəstə bölümü olduğu otaqlara hər kəs forstellingunu eləməyə, xəstə təqdimatını eləməyə. Bu da biraz unangenin bir köfil idi. Çünki hər kəs sənin yanında və sənin forstellinguna baxır, sənin untersuchungu eşidir digər imtahan verənlərdə. Və orada xəstəni təqdim etdik. Xəstə təqdimatında əsasən çox qısa sual verilir, tibbi sual xəstə ilə bağlı. Adətən müayinələr soruşulur. Mən deyərdim ki, müayinələrdən burada qeyd etmişəm. Müayinələrdən ən vacibi inspeksiya, palpasiya, perkusiya, auskultasiya. Və bu demək olar ki, hər kəsdən soruşulur. Müəyyən bir orqanın, məsələn, birimizdən ağciyər soruşuldu, perkusiyası, auskultasiyası, birimizdən ürəyin auskultasiyası soruşuldu, birindən qarın boşluğunun palpasiyası soruşuldu və qarın boşluğunun ümumi müayinəsi, yəni palpasiya, perkusiya, auskultasiya
Məndən bunların hamısı soruşuldu və plus GEFES status soruşuldu. Amma digər müayinələr, nevroloji müayinə deyim və yaxud da travmatoloji müayinə deyim, bunlar çox spesifikdir. Əgər sizin prüferviz travmatoloq, ortoped və yaxud da unfal xirurq deyilsə, bu müayinələr soruşulmur. Onları prüferə görə sonradan təkrarlamaq olar, amma bu vacib untersuchunglar bunlardır ki, bunlar mütləq soruşulur. Və sonra gəlirik qısa bir fasilədən sonra mündliche teil gəlir bizdə. Mündliche teil iki əsas bölmədən ibarət olur. Innere medicin xirurgi və Wahlfach. Wahlfach bizim biləcəyimiz prüferə görə nevrologiya ola bilər, ginekologiya ola bilər və anesteziologiya ola bilər bu. Ən vacibi isə mən deyərdim ki, imtahanın taleyini həll edən bölüm notfal medisindir. Əgər notfal medisindəki suallara çox belə burada oxla da qeyd etmişəm, düzgün cavab verən insan, mən deyərdim ki, imtahanı 70% keçmiş olaraq sayılır. Çünki imtahan götürən insanlar adətən gündəlik praktik fəaliyyətlə məşğul olan həkimlərdir. Və onlar üçün də vacib olan odur ki, xəstəni ilkin vəziyyətdən çıxartmaq. Sonraki müalicələrdə təbii ki, biz assistent həkim olaraq çalışacağıq. Bizim operarsımız var, bizim şefarsımız var, faxars var bizdən üstün olan və biz hər dəqiqə onlardan hər şeyi soruşa bilərik. Amma ilkin yardımda xəstənin kritik vəziyyətində biz yardım eləməliyik. Telefonla və yaxud da soruşmaqla vaxt itirməməliyik, mən deyə düşünürəm. Onun üçün notfal medisini yaxşı hazırlaşıb, yaxşı cavab vermək lazımdır deyə düşünürəm. Bu mənim üçün heç çətin olmadı. Məndə xüsusilə buna çox böyük diqqət olundu. Çünki mənim dediyim kimi Forzetsenderim Notaufnahmenin Leitende arzusuydu və çox böyük bir hissə notfal medisindən oldu. EKG-si, elektrolit pozğunluqları, ilkin yardımlar, ağciyər xəstəliklərində, travmalarda, yəni bunların hamısı soruşuldu. Və mən nevrologiya, ginekologiyanı oxumamışdım. Çünki bunlar mənim üçün lazım deyildi, prüferlərimi bildiyim üçün. Anesteziologiya isə mənim öz ixtisasımdır. Zaten illərdir bununla məşğul oluram. Ona görə mənim üçün onu oxumağa ehtiyac olmadı. Xirurgiya çox vacibdir. Dediyimiz kimi, məndə GEFES xirurgiya vacib idi. Onu çox oxumuşdum. Digərləri isə spesifik olaraq ortoped, unfal xirurq düşürsə, onları da oxumaq. Amma şəkil olaraq şəkil aldım. Uşaqlarda Grünholz fraktur, belə deyim, sınıq, Unterschenkel sınığı adı xüsusi olaraq belə adlanır. Və bir neçə rentgen şəkli aldım və hətta ağciyər müayinələrindən body pletizmografi şəkli, amma bunlar çox spesifik bir müayinələr idi. Orada mənə çox böyük bir Verständnis göstərdilər. Çünki onu mənim 100% bilməyim çox çətin məsələ idi. Çünki bu, orada Almaniyada işləyən artıq faxarçıların, operarsıların oxuya biləcəyi bir, düzgün oxuya biləcəyi bir müayinə idi. Mən sadəcə səthi cavab verdim onlardan. Mənbələr. Ambos ən vacibi, mütləq bir dəfə də olsa ambos oxunmalıdır diqqətlə. Digər falbuxlar, mən yalan deməyəcəm, mən falbuxlara çox diqqət eləmədim. Çünki mənim üçün onlar bir vaxt itkisi idi. Onu sərf elədiyim vaxtı ambosa sərf elədim. Ambos, last minute farmakologi vacibdir, EKG kitabı. Bu kitab Das mündliche Examen, also bildgebende Verfahren. Bu kitab mənə çox kömək oldu. Çox maraqlı kitabdır və nəinki imtahan üçün, hətta gələcək həyat üçün çox vacibdir. Orada vacib dediyim, yəni çox kömək olur. Orada bütün rentgen şəkillər daha çox var, hansısa xəstəliklərdə, CT-lər, MRT-lər və ən vacibi mənim qurtarıcım Lernkarten vom Ambos. Neyirik bunu? Bunu təkrar üçün mən istifadə elədim adətən. Birinci ambosu oxudum və ikinci təkrarda mən Lernkartenlərdən. Amma mən məsləhət görərdim ki, bu Lernkartenləri nəinki təkrarda alasınız. İndidən alasınız ki, ambosu oxuduqca tutalım, mən oxuyuram pankreatiti və pankreatiti götürdüm Lernkartenin və Lernkartende olmayan, amma ambosda vacib olan detalları onun kənarına yazıram. Sonra bu Lernkartenlər mənimlə hər yerdə idi. Mən deyərdim ki, imtahan vaxtı mənim bunlar yol yoldaşım idi. İşə gedəndə yolda oxuyurdum. İşdə boşluğum olan kimi o kartlardan oxuyurdum.
harasa bir səyahət eləyəndə, çuqda, hər yerdə bu kartlar mənim həyatımın bir hissəsinə çevrilmişdi imtahan ərəfəsində və çox da hamıya da çox məsləhət görürəm. Təkrar üçün çox vacibdir. Ə, Bundan təkrarlayıb brüferlərimizə görə yenidən Ambosun özündən, M-Drive proqramından yenidən təkrarlaya bilərik vacib əsas mövzuları. Amma ümumi təkrarı bu kartında çox böyük rol oynayır. Məsləhətlər: Ambosu bir dəfə mütləq diqqətli oxumaq və amma bunu çox geniş formada yox, klinik studium modunda mən almışdım və SQS Visenləri bağlamışdım. Və sizə də məsləhət görürəm ki, onları bağlayın, çünki çox uzun məlumatlardır və onlar inanın ki, yadda qalmır sonra. İlkin mərhələdə yadda qalır, sonra yaddan çıxır. Təkrar olaraq qeyd edədiyim kimi Ambos Lerm kartenlər bəhs eləyir və Lerm kartenlər. Mən imtahanı oxumağa başladığımdan artıq bir Lerm karten var idi. Qız Meksikalı bir qız idi. Çox kömək oldu onun mənə. Düşünürəm mənim də ona köməyim oldu. Hər gün işdən sonra 1-2 saat bir-birimizə vaxt ayırdıq. Oxuduğumuz mövzunu təkrarlayırdıq və səhər üçün bölgü edirdik, hansı mövzunu götürəcəyik. Və yaxud da çatdırmamışıq, insanıq, işimiz çox olub, oxuya bilməmişik. Birlikdə oxuyurduq görüntülü şəkildə WhatsApp üzərindən. Və sonradan isə bunu simulyasiya şəklinə keçirdik. Artıq bir nəfər yox, bir neçə nəfər var idi və gündəlik bir-birimizlə mövzuları, mən xəstə olurdum, o həkim olurdu. Sonra suallar verirdim, brüfer olaraq mən ona və yaxud da o mənə belə formada. Və çox kömək eləyir həqiqətən biliklərimizi paylaşmaq. İmtahandan 3-4 həftə və yaxud da 2-3 həftə öncə isə Urlaub çox məsləhətdir. Mən də 2 həftə öncə götürmüşdüm. Bu 2 həftə mənə bəs elədi ki, mən intensiv təkrarlayım. Yəni evdə idim səhərdən axşama qədər və Ambosu təkrarladım. Last minute farmakologini özüm üçün qısa yazmışdım, notislər eləmişdim. Onları təkrarladım, yəni tamamilə bəs edir. Və unutmayaq, Kain Angst. Bu imtahanda brüferlər dediyim kimi gündəlik tibbi fəaliyyətlə məşğul olan həkimlərdir və maksimum bizə kömək etməyə çalışırlar. İnanın ki, bu belədir və 100% hər şeyi bilmək olmur. Bilmədiklərimiz mütləq ki olacaq və bunda ruhdan düşməyək ki, biz keçməmişik. Biz 4 nəfər idik imtahan verən və 4-ümüz də keçdik. Amma mən deyə bilmərəm ki, hər kəs 100% bildi. Hətta çox zəif bilən də var idi içimizdə və amma çox böyük dediyim kimi anlayış göstərdilər. Çox kömək olurlar. Həyəcanımızı başa düşürlər, dəstək olmağa çalışırlar, deyirlər, özləri də deyirlər, siz bu Fachartsprüfung deyil, siz sadəcə ümumi məlumatları bilsəz bəsdir, onsuz da siz bundan sonraki 5 il ərzində asistent həkim olaraq işləyib öyrənəcəksiniz. Yəni, burada 100% bilmək olmayacaq və vacib ignoriere die schlechten Kommentare einfach. Bu vacibdir. Çünki çox ətrafdan pis kommentarlar gəlir, çox çətin idi imtahan, brüferlər bizi belə asdılar, kəsdilər, belə boğdular, olmur. Yəni, çox nadir hallarda bəlkə ola bilər, deyə bilmərəm. Amma adətən çox empati göstərirlər və bu pis kommentariyaları eşitmirik, görmürük və du sagst nichts klar, aşağıda yazdığım kimi. Bu pis kommentarları mən özüm də tamamilə qulağımı bağladım və öz imtahanıma konsentrasiya oldum. Hər kəsin bir şəxsi təcrübəsi var. Pis təcrübə də ola bilər, amma bu o demək deyil ki, bu sizin qarşınıza çıxacaq. Və buna görə qətiyyən ruhdan düşməyin. İmtahan keçilə bilən bir şeydir və çox rahat keçilə bilən bir şeydir. Və sonda isə hər kəsə bu Urkundeni arzulayıram, şəklini qoymuşam. Azərbaycan, bizim atalarımızın bir məsəli var. Deyir, ayının 1000 oyunu bir armudun başındadır. Biz də indi bizim bu əziyyətimiz, yuxusuz gecələrimiz, illərimiz hamısı bu Urkunde üçündür. Və hər kəsə tezliklə bu Urkundeni almağı arzu edirəm. Və suallarınızı açıram.